Yeni Yasamalda həyəti abadlaşdırılmış binada təcili olaraq 2 otağa düzəlmə mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Yeni Yasamal qəsəbəsində, Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçəsinin kəsişməsində Yasamal Hospitalının yaxınlığında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə orta təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Lifləri işlək vəziyyətdədir. Əvvəldə də bildirdiyim kimi həyəti abadlaşdırılıbdır. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən 194, 193, 17, 39 və bu kimi bir neçə avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində. Məhəmməd Xiyabani və Dadaş Bünyadzadə küçəsinin kəsişməsində Yasamal Hospitalının yaxınlığında 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 40 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə orta təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir, lifləri işlək vəziyyətdədir. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin sənədi kupcadır. Təcili olaraq satıldığı üçün 105 min manata deyilir. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.